2025 bitdi və artıq 2026-dayıq. 2026-nın da əgər 2025 kimi maddi cəhətdən keçməsini istəyirsənsə, sən bu videonu indidən keçə bilərsən. Əgər yox, həyatını dəyişdirmək və bu il özünə yeni sözlər vermək istəyirsənsə, hələ gözlə. 2026-cı il bir çox şəxsin özünə söz verdiyi və həyatımı dəyişdirəcəm dediyi ildir. Artıq 2026 ayıq və siz həyatınızı dəyişdirməyə elə indidən etibarən başlamalısınız. Bunu necə edəcəyinizi və həyatınızı necə dəyişdirə biləcəyinizi bilmirsinizsə və sizin yol planınız yoxdursa, təbii ki, bir müddət sonra uğursuz olacaqsınız. Bunun üçün də başlamadan öncə sizin professionallara, dəstəyə və yaxud da ki, artıq sizdən bəzi sahələr üzrə bir neçə addım öndə olan şəxslərdən məsləhət almağınız lazımdır ki, həyatınızı dəyişə biləsiniz. Bəs yaxşı, bu necə olacaq? Kimdən məsləhət alacaqsınız? Təbii ki, DevCommerce-dən. DevCommerce artıq 4 ildir fəaliyyət göstərən və 2500 yaxın tələbənin həyatını dəyişən bir şirkətdir. Biz burada eBay, Amazon və Shopify platformaları üzrə satışı öyrədib, necə satış edərək gəlir əldə etmək olar, bunu göstərdik. Siz də öz brendinizi 2026-dan etibarən DevCommerce vasitəsilə qurub həyatınızı dəyişdirməyiniz mümkündür. Bunun üçün sadəcə rəylərə e-ticarət yazmanız kifayət edir ki, sizin üçün ən uyğun platformanı seçək.